Salam əziz izləyicilər. Bu videoda 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı nömrə 1-ə aid sualların izahını verəcəm. Fikir verirsə bu mövzu sınağı ilk bir neçə mövzuna aid edir. Düz xətli, bərabər sürətli, dəyişən sürətli hərəkət, çevrə öz hərəkət, Newton qanunları, dinamika və statika. Dinamikaya elastik sürtünmə qüvvələri də daxildir. Xatırladım ki, bu sınaqların davamlı olaraq izahını sizinlə paylaşacağım. Hələ ki 4-cü qrup kitabı çıxıb. Yəqin ki tezliklə 1-ci qrupa aid kitab da çıxacaq. Və təkrarınız üçün, qəbul üçün çox önəmlidir bunları işləmək. Təkrarı daha da effektiv eləmək üçün mənim sınaq qrupuma qoşula bilərsiniz. Sınaq qrupu haqqında ətraflı məlumatı açıqlamada yerləşdirəcəm. Həmçinin də, yəni bu videoların qarşılığında sizdən istəyim sırf bu videonu bəyənib və paylaşmağınız, ən azı WhatsApp statusunda paylaşaraq daha çox abituriyentin xəbər tutmağına şərait yarada bilərsiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Və kimlərdə kitabın PDF-i, testin PDF-i yoxdursa, burada mənimlə paralel işləyə bilər. Birinci sual. Düzxətli bərabər yavaşlayan hərəkət edən cisim 120 metr yol gedərək dayanır. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Bu tip suallarda əgər ikinci yarısı deyirsə, hərəkəti iki hissəyə bölürük. Yəni təsəvvür edin ki, yavaşlayan hərəkətdir. V-nin T-dən asılı qrafikidir. Bunu iki hissəyə böləcəm. İki bərabər hissəyə. Bu birinci hissə, bu da ikinci hissədir. Yavaşlayan olduğuna göre getdikcə getdiyi yollar azalır. Yəni burada birinci hissəyə 3x yazıram, ikinci hissəyə isə x yazıram. Ardıcıl təşkilatlar nisbəti kimi. Yeyinləşən olsaydı artardı, yavaşlayan olduğuna göre azalır. Yəni 2 saniyə böldüm elə bil ki, birinci saniyədə 3x getdi, sonra 1x getdi. Əgər 3 saniyə olsaydı 5, 3, 1 gedərdi. Və bu ikisini toplayanda 4x bərabərdir 120-yə, x bərabərdir 30-a. Bizə lazım olan hərəkətin, deməli hərəkət ikinci yarısında, zamanın ikinci yarısında getdiyi yol 30 metrdir. Əgər birinci yarısında getdiyi yol desəydi 90 metr olardı. Yavaşlayanda getdikcə getdiyi yollar azalır, ardıcıl təşəddüd kimi, yeyinləşəndə isə artır. 2. Avtomobilin deməli spidometrin göstərişinə əsasən onun sürətini zamandan asılı sürətini müəyyən edin. Birincisi burada spidometrin bir bölgü qiymətini tapmalıyıq. Bunun üçün istənilən bölgü götürək. Məsələn 100-dən çıxıram 80-i bölürəm xırda damaların sayına. 1, 2, 3, 4, 5. 20-ni 5'e böldük 4. 1 bölgü 4'tür. Hal-hazırda göstərişinə baxsam 80-dən sonra 1 dama keçib, yəni 84 dəqiq var. Bir də xətaya görə plus minus 2 yazacağım. Çünki xəta 1 bölgü qiymətinin yarısıdır. Yəni bu cihazın xətası 2-dir. Bu cihaz maksimum 160 ölçə bilər. 1 bölgüsünün qiyməti isə deməli 4'tür. 80-dən sonra 1 dama keçdiyinə görə 84 dedik. Üçüncü sual. Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə çevrə üzrə, deməli qövs üzrə hərəkət edərək C nöqtəsinə gəlir. Bütün yol 10 saniyə vaxt sərf edibsə, cismin yola və yer dəyişmə görə orta sürətini hesablayın. Bu yeni kitabdan, yeni kitab dediyim 7-ci sinif dərsliyində olan sual nümunələrinə aiddir. Ümumiyyətcə, Respublika Fənn müsabiqəsinə hazırlaşan 7-lərə də, yəni ikinci mərhələyə hazırlaşan 7-lərə də məsləhətim bu sınaqları izləmək və işləməkdir. Yola və yer dəyişmə görə orta sürət tapmalıyıq. Deməli, yolu tapanda öncə bu yarım çevrənin uzunluğu, daha doğrusu 4də 1 çevrənin uzunluğunu tapıram. Bunu burada işarələyirəm. Bunu L kimi yazıram. L bərabərdir 2 pi r vurulsun 4də 1. Çevrənin 4də 1-idir. Bu da olur pi r bölünsün 2. Yəni 3 vurulsun, radius 60 metrdir. 60 bölünsün 2. 3'ü 60'a vuranda 180, 2'ye böləndə 90. Ümumi yolu tapanda L bərabərdir 90 üstəgəl 20 yol olur 110 metr. Yer dəyişməni tapmaq istəsək, yer dəyişmə hərəkətin başlanğıcı ilə sonu birləşdirən düz xəttdir. Yəni bu xəttdir. Yer dəyişməni tapanda bu hissə 20 üstəgəl 60, 80 buradır, 60 buradır. Ona görə S bərabərdir kök altda 60'ın kvadratı üstəgəl 80'in kvadratı. Bu da verir 100. V1 yola görə orta sürətdir. V1 bərabərdir L böl T, yəni 110 bölünsün 10 olur 11. V2 yer dəyişmə görə orta sürətdir. Bu isə S böl T'dir. Bu isə 100 bölünsün 10. Bu da olur 10. Cavab A bəndi 11 və 10. Deməli yolu tapanda öncə 4 çevrənin 4də 1-ini tapdım. 90 üstünə 20 metr gəldim. Çünki bu tərəfdə 20 metrdə yol getmişdi. Yəni yol buradakı qırmızı hissədir. Yolun uzunluğu oldu 110.
110'u 10'a böldük. Yola göre orta sürət 11'dir. Yer değişme buradakı bir saniye başka xəttdə var. Ona göre mavi xətt ayrıca qalsın. Bu değil. Mavi xətt yer değişmədir. Yer değişməni tapanda Pifagorla tapdıq. Katetlərdən biri deməli 20 üstəgəl. Bura 20'dir, bura 60'dır. 20 üstəgəl 60 80'dir. Yəni burada ayrıca seçim. Təsəvvür edin bura 80 oldu. Bura oldu 60. O zaman hipotenuz oldu 100. 100'ü de ona böləndə 10 metr bölək saniyədir. Yol yer değişmeden böyük olduğu için yola göre orta sürət də yer değişmə göre orta sürətdən böyükdür. 4. Şəkildə düz xətli bərabər sürətlə hərəkət edən cisimlər t bərabər 0 anında vəziyyətləri göstərilmişdir. Yəni eyni istiqamətdə gedirlər, aralarındakı məsafə 90 metrdir. İkinci cisim birinci cisimə çatana kimi birinci cisim nə qədər yol gedər? Öncə görüşmə zamanlarını tapmalıyıq, yəni çatma məsələsini tapmalıyıq. Burada sürət, nisbi sürəti tapıram. V2 bir bərabərdir. V2 çıxılsın V1 eyni istiqamətdə getdiyinə görə 25-dən 15-in çıxırıq. Cavab olur 10. Yəni ikinci cisim hər saniyə 10 metr çox yol gedir. İkisi arasındakı məsafə 90 metrdir. 0 ilə 90 arasındadır. Onda buradan görüşmə zamanı tapanda t bərabərdir. 90 bölünsün 10, yəni 9 saniyə sonra görüşəcəklər. 2 1'ə çatana kimi birinci getdiyi yolu tapanda L1 bərabərdir. V1 vurulsun 9, 15'i 9'a vururuq. Cavab olur 135 metr. Yəni B variantı. Önce görüşmə zamanını tapdım. Yəni 2 1'ə nə qədər vaxta çatır? Həmçinin burada nə tip sual verə bilər? 2 ilə 1 arasındakı məsafənin zamandan asılıdır. Aralarındakı məsafəyə baxsaq, burada bir qrafik qurum. S-dir bu məsafənin zamandan asılığı. 90 metrdən başlayır, öncə azalır. 9-cu saniyədə olur 0, tam görüşürlər. Sonra isə artır. Çünki keçib gedəcək yanından. Geridə gələn sürəti çoxdur. 5. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərin sürət zaman qrafikləri verilmişdir. Cisimlərin sürətinin bərabər olduğu anda onlar isə məsafəni hesablayın. Yəni 6-cı saniyədə soruşur bizdə. Bunun üçün 6 saniyə getdiyi yolları tapmalıyıq. Sonra getdiyi yolları çıxacağın. Çünki eyni istiqamətdə hərəkət edirlər. Cisimlərdən birinin getdiyi yol, yəni bu trapesiyanın sahəsidir. Daha doğrusu bunu trapesiya və düzbucaqlı kimi düşünə bilərik. Yəni bir dənə trapesiya var. Oturacaqlar zəminin yarısı ilə hündürlüyün hasil olan. Rəngləyin bu fiquru. Bu fiqurun sayəsini tapanda oturacaqlardan biri 6'dır. Üstəgəl digəri 4'dür. Böl 2. Hündürlüyü isə 30'dan 15'in çıxıram 15'dir. 6 ilə 4 topadıq 10. Onu 2'yə bölürük. Verir deməli 5. 5'i də 15'ə vuranda 75. 75 metr o hissədir. Sonra aşağıdakı düzbucaqlının sayəsini tapanda bu isə 15 vurulsun 6'dır. 15'i 6'ya vuranda bu isə olur 90. Yəni birinci cismin getdiyi yol L1 bərabərdir 75 üstəgəl 90. Cavab olur 165 metr. İkinci cismin getdiyi yolsa buradakı bu üçbucağın sayəsidir. Aslında bunu da elə çıxıb tapa bilərdik orada. Üçbucağın sayəsini tapanda L2 bərabərdir 15 vurulsun 6 bölü 2. Bu da 45 verir. Və getdiyi yollar fərqi, yəni aralarındakı məsafə getdiyi yollar fərqi, çünki eyni istiqamətdə gedirlər. L1 çıxılsın L2, 165 çıxılsın 45, cavab 120 metr. C variantıdır. Deməli, bunu başqa cür necə də eləyə bilərdik? Əslində, fərqin istədiyinə görə sırf birincini tapardıq. Trapesiya kimi. Ya da elə bu hissəni rənglədiyim stəkarda tapardım 75. Sonra bu 90'ın da yarısını çıxardım oradan. 45 qalardı. 75 ilə də 45 toplayanda yenə 120 eləyir. Yəni C variantıdır. Eyni istiqamətdə getdiyinə görə aralarındakı məsafəni tapanda getdiyi yolları çıxırıq. 6. OX oxu boyunca hərəkət edən cisim üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bir sürətin zamanla asılılığıdır. Deməli, təcil 0'a bərabərdir. Öncə adlarını yazın. Bu bərabər yeyinləşəndir. Əslində bu çox əladır belə sual verməkləri. Bu isə bərabər sürətlidir. Çünki çox vaxt uşaq qarışdırır bunu. Məsələn, S-in qrafikini görür. Bunu da bərabər yeyinləşən kimi fikirləşir ki, zaman oxundan uzaqlaşır. Təcil 0'a bərabərdir. Bu bərabər sürətliyə aiddir. 1 buradadır.
Bərabər yeyinləşən hərəkətdir. 2 burdadır. Koordinatı zamandan xətti asılıdır. Xətti asılı olan bərabər sürətliyə aiddir. Yəni 3 burdadır. Sükunət alınan hərəkətə başlayıb, sükunətdən yalnız yeyinləşən başlaya bilər. 4 burdadır. X ox istiqamətindədir. 5 hər ikisindədir. Yəni birinciyə 2, 4. Birinciyədir. İkinciyə 1, 3. Üçüncüyə 5. 2, 4, 1, 3, 5. 2, 4, 1, 3, 5. A variantıdır. Hərəkətin x oxu istiqamətində olduğunu hardan bilirik? S-də zaten görünür x oxu ilə eynidir. V-də də zaman oxundan yuxarıdadır. Yəni x oxu istiqamətindədir. 2, 4, 1, 3, 5. 7. Hansı ifadələr doğrudur? Verilmiş radius dediyinə görə R bərabərdir, konstantdır. Çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtənin xətti sürəti. Dönmə bucağı ilə tərs mütənasibdir. Bu yanlışdır. Dönmə bucağı ilə deməli verilmiş radius çevrə üzrə bərabər sürətlə hərəkət edir. Burada dönmə bucağı ilə tərs mütənasibdir. Yanlışdır. Dövrətmə periodu ilə tərs mütənasibdir. Bu doğrudur. Çünki V bərabərdir 2 pi r bölünsün t'dir. Tezlikdən asılı deyil, yanlışdır. Çünki tezlikdən düz asılıdır. Bucaq sürətlə düz mütənasibdir. Doğrudur. V bərabərdir omega r ya da 2 pi n r'dir. 2, 4. 8. Radiusu 80 cm olan çevrə üzrə bərabər sürətlərcə edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə çatır. Maddi nöqtənin mərkəzə qaçma təcilini hesablayın. A-dan B-yə 0,5 saniyə çatırsa, buradan periodu tapmalıyıq öncə. Deməli, 45 dərəcəni 0,5-ə çatır, 360 dərəcəni x-ə. Buradan x-i tapanda 360 vurulsun 45 bölünsün, üzr istəyirəm, 360 vurulsun 0,5 bölünsün 45. 360'ı 45'e böləndə bu verir 8. 8 də 0,5'ə vuranda olur 4. Deməli, period 4'dür. Period 4'dürsə, mərkəzə qaçma təcilini periodun olduğu bir düsturuna yazacağın. A bərabərdir. Omega kvadratı R, o da bərabərdir. 4 pi kvadratı R bölünsün T kvadratı. Xüsusi olaraq pi kvadratını saxladım. Çünki pi kvadratı 10 verilir. 4 vuraq. Pi kvadratın yerinə 10, radius 0,8, aşağıda isə 4'ün kvadratı 16. İxtisar eləyirik buradan 4 qalır. Onu 0,8'ə vuranda 8, 8 də 4'ə böləndə 2. B bəndidir. Öncə baxdıq ki 45 dərəcəli 0,2 saniyə dönürsə, 0,5 saniyə dönürsə, deməli ümumi 360 dərəcəli periyodda dönər. Periyodu da 4'dür. Periyodu 4'dürsə, A bərabərdir omega kvadratı R-dan omeganı açdıq. A bərabərdir 4 pi kvadratı R böl T kvadratı. Bu düsturu işlətdik. R'in də yerinə 0,8 metr. 9. Düz xətlər hərəkət edən eyni kütləli 1 və 2 cismin sürətinin zamanlı asılı qrafiki verilmişdir. Cisimlərə təsirin əvəzləyici qüvvələrin zamanlı asılı proyeksiyalar nisbətini hesablayın. Burada birincinin qüvvəsi müsbətdir. Mən A1'i tapsam, A1 bərabərdir 25 çıxılsın 20 bölünsün 5. Oldu 1. Özdə müsbət. F1 bərabərdir, F1x bərabərdir MA1, o da bərabərdir 1M. Sonra ikincini tapsam, A2 bərabərdir 0 çıxılsın 15 bölünsün 3, bu da olur -5. Üzr istəyirəm, bu bölünsün 5. Çünki ikinci yavaşdan hərəkət edir. 0 çıxılsın 15, 15'dən 0'a çatıb bölünsün 5, bu da oldu -3. O zaman f2x bərabərdir -3m. M-ə vurdum sadəcə. Və f2 bölək, f2x bölək f1x'i istədiyinə görə f2x'in yerinə yazıram -3m bölünsün 1m. M'lər gedir, cavab qalır -3. V'nin t'dən asılılığında öncə sürəti tapdıq, daha doğrusu təcili tapdıq. Təcili tapandan sonra isə gətirib düsturda yerinə qoyub qüvvəni hesabladıq. V'nin qrafiki yuxarı gedirsə qüvvə müsbət, aşağı gəlirsə mənfidir. Eyni şey təcillə də aiddir. 10-cu sual. Üfüqi müstəvidə 30 kiloqram kütləli cisim şəkildəki istiqamətdə 50 Newton qüvvənin təsiri ilə hərəkət edir. Cismə təsir edən reaksiya qüvvəsini hesablayın. Çox əla suallardandır. Bu suallar sürtünmədə bizə çox lazım olur. Bu tip bucaq altda qüvvə olanda hər zaman birinci işiniz bu qüvvəni iki toplanana ayrılmaqdır.
Toplananlardan biri bunu aşağı sıxan, digəri isə irəli çəkən qüvvədir. Aşağı çıxana F-Y yazdım. F-Y bu düsturuna yazırıq. F-Y bərabərdir F sinüs alfaya. Yəni 50 vurulsun 0,8, 50-ni 0,8-ə vuranda cavab oldu 40 Newton. Və burada bu cismi aşağıya doğru həm F-Y, həm də mg çəkdiyinə görə reaksiya qüvvəsi o iki qüvvənin cəmidir. Çünki qüvvəni paralel köçürə bilərəm. Vektorial kemiyyəti özünə paralel köçürmək olur. Ona görə F-Y köçürüb burada çəkə bilərəm. Və yazıram n bərabərdir. mg üstəgəl F-Y. Kemiyyətləri yerinə qoysam, mg 300 eləyir. Üstəgələ F-Y 40-ı gələndə cavab olur 340 Newton. A bəndidir. Məsələn, burada dartı qüvvəsi rol oynayan yalnız Fx-dir, yəni F kosinüs alfadır. Amma reaksiya qüvvəsinin istədiyinə görə reaksiya qüvvəsi mg üstəgəl F-Y-ə bərabərdir. 11. Sürtünməsiz üfüqi səth üzərində kütlələri 2 və 3 kiloqram olan cisimlər 20 Newton qüvvə ilə təsir edirlər. İkinci cismin birinciyə təsir etdiyi qüvvəni hesablayın. Burada bunu tənasiblə də edə bilərik. Yəni 3 ilə 2 5 eləyir. Ümumi 20-ni 5-ə böləndə 4-dür. Bu 4 dəfə də 3-üm 12 eləyəcək. Ya da bu şəkildə yaza bilərəm. F2 1 bərabərdir. M2 vurulsun A-dır. Və buradan A-nı tapanda A bərabərdir F bölünsün M1 üstəgəl M2. Yəni ümumi təcili hesablayıram. 20 bölünsün kütlələri topladım 5, təcil oldu 4. Gətirib burada 3 vurulsun 4, 12 Newtondur. Bir yerdə olan cisimlər hər zaman eyni təcillə hərəkət edirlər. Bu iplə bağlanmış cisimlərə də aiddir. 12. Eni 12 metr, axın sürəti 2 metr bölək saniyə olan çayda qayıq K nöqtəsindən suya nəzərən 5 metr bölək saniyə sürətlə şəkildə istiqamətdə hərəkətə başlayır. Qayıq 4 saniyə müddətində L nöqtəsinə çatır. LM məsafəsini hesablayın. Burada LM məsafəsini hesablamaq üçün üzgüçünün sürətinin toplananlarını bilməliyik. Çünki üzgüçü 2 istiqamətdə hərəkət edir. Bir VY, bir də ki X ox istiqamətdə. Və bizə sadəcə V2-nin 5 olduğunu verib. Çayı keçmə müddətini tapsaq, çayı keçmə müddəti 4 saniyədir və onu bu düsturdan tapırıq. T bərabərdir S bölünsün VY. Çünki çayı keçməyə kömək edən VY toplanandır. Və buradan VY tapanda VY bərabərdir S bölünsün T. Çayın eni verib 12. 12-ni də 4-ə bölürük. 3. Sürətin Y toplananı 3-dür. Buradan X toplananı tapanda deməli yazırıq Vx bərabərdir. Kök altda V kvadratı çıxılsın VY-in kvadratı. Yəni V 5-dir. 25. 25-dən 9-un çıxdıq. Burada qaldı 4. X ox üzrə proyeksiyası 4-dür. Ümumiyyətcə X ilə Y bir-birinə perpendikular olduğuna görə, yəni biz X-ə Y-ə görə V-ni tapmaq istəsək, yaza bilərik V kvadrat bərabərdir. Vx-in kvadratı üstəgəl VY-in kvadratı. Artıq üzgüçünün sürətinin X ox üzrə proyeksiyasını gördük. Çayın axın sürəti də sağ tərəfədir. Üzgüçünün X-i də sağ tərəfədir. Ona görə LM məsafəsini belə tapacağın. LM bərabərdir T vurulsun. V çay üstəgəl Vx. Çayın sürəti 2, Vx 4-dür. 2-nin üzərinə 4 gəlib vururuq 4-ə. 4 dəfə 6, 24 metr. Çox maraqlı suallardandır. Mənim əlyazma sınaqlarımda da bu tip bir sual var idi. Türk kitablarından götürülmə sualdır. Ümumiyyətcə, çay məsələsində birinci işimiz çayı keçmə müddətini tapmaqdır. Çayı keçmə müddətinin S bölək VY ilə tapılır. Y dediyimiz sürətin şaquli toplananıdır. Çünki çayı keçməyə, yəni bu S məsafəsini getməyə kömək eləyən toplanan VY toplananıdır. Burada da keçmə müddəti verilib 4. Bundan istifadə edib çayın eni də verilib 12. Bundan istifadə edib VY tapdım. VY-dən istifadə edib Vx-i tapdım. X çayla eyni istiqamətdə olduğuna görə toplayıb vurdum zamana. Məsələn, hətta burada K ilə M arasındakı məsafəni də tapmaq olardı. Əgər bura 24 metrdirsə, bu hissədə 12 metrdirsə, yəni LM kök altda kvadratlar cəmi ilə 24-ün kvadratı üstəgəl 12-nin kvadratı. O daha da fərqli sual növü olardı. 13-cü sual. Bir cismi 8 metr bölək saniyə sürətlə, deməli, hərəkət edərək iki cismi sükunətdəki vəziyyətindən hərəkət edərkən iki cismi sükunət vəziyyətindən
0,14 metr bölü saniye kvadrat təcillər işdə başlayır. 20 saniye sonra ikinci cismin birinci cismə nəzərən sürətinin modulunu hesablayın. 20 saniye sonra birinci cismin sürəti olduğu kimi qalır, amma ikincinin sürəti çünki bərabər sürətlidir. V2 bərabərdir. AT ilə tapanda 0,4 vurulsun 20. Bu da verir deməli 8 metr bölü saniye. Və aralarındakı bucaq da 60 dərəcədir. Burada da biz əgər V2 biri tapsaq, bucaq altda olanda kök altda V1'in kvadratı, üstə gəl V2'nin kvadratı, çıxılsın 2V1 V2 kosinüs alfadır. Deməli, burada gətirib kəmiyyətləri yerinə qoysam, V1 8'dir, elə 8'in kvadratı, üstə gəl 8'in kvadratı, V2'də 8 almışam. Çıxılsın 2 vuraq, 8 vuraq, 8 vurulsun 2'də 1. Kosinüs 60 dərəcəyə görə. 8 vur 8, 2 ilə 2'də 1 buradan getdi. Bu 8'in kvadratından bu gedəndə qalır elə kök altda 8'in kvadratı, oradan da çıxır 8. Əgər sürətlər bucaq altda yönələrsə, nisbi sürəti kosinüslər teoremindən tapırıq. Kök altda V1'in kvadratı, üstə gəl V2'in kvadratı, çıxılsın 2V1 V2 kosinüs alfa. V1 8 metr bölü saniyədir. Bu elə o şəkildə də qalır, çünki bərabər sürətlidir. V2 isə AT ilə 20-ci saniyədə 8 tapmışıq. 14. Başlanğıc anda eyni yerdə olan düz xətlər edən iki cismin sürəti bu şəkildədir. Neçə saniyə sonra cisimlər arasındakı məsafə 144 metr olar. Deməli, cisimlərdən birinə baxıram. Bu başlanğıc sürət mənfidir, təcil müsbətdir, yavaşın hərəkətdir və x oxunun əksinə. İkinci cisim isə x oxu istiqamətindədir, yeyinləşir. Bunların sürət qrafikində seçə bilərik. Aralarındakı məsafəni 144 metr yazmaq üçün. Ya da ki, ikisini toplayıb, yəni zamana görə vurub toplayıb yaza bilərik ki, 140'dır, 144'dür. Çünki bunlar əks istiqamətdə gedir. Bunlara qrafik çəksəm, məsələn, birincinin qrafiki V1 -12'dən başlayır, gedir yuxarıya. X oxunun əksinə yavaşlayır. İkinciyə baxsam, bu isə 6'dan başlayır, gedir yuxarıya. Onda S1'i yazsam, S1 bərabərdir V0T, yəni mənfi 12T üstə gəl AT kvadratı bölü 2. Deməli, birinci üçün 12T üstə gəl AT kvadratı bölü 2. A'sına baxıram 2'dir. Bu da olur T kvadratı. İkinci üçün isə S2 bərabərdir. Deməli, V0T, yəni 6T. Yenə üstə gəl AT kvadrat bölü 2, yəni 2T kvadratı. A 4'dür, 2'yə böləndə 2T kvadratı. İkisini toplayanda 144 verməlidir. Bu şəkildə də toplayıram. Deməli, mənfi 12T, üstə gəl T kvadratı, üstə gəl 6T, üstə gəl 2T kvadratı bərabərdir 144'ə. T kvadratların bir tərəfə, mən sol tərəfi silim, bunun üzərində yazaram. Onsuz da bunun izahını görmüşsünüz artıq. Və yaxud hələ həll eləməmişdinizsə, biraz geri çəkib skrin edib də baxa bilərsiniz. Sırf həmin suala, çünki qarşılıq olacaq başqa cür eləsəm. Deməli, burada sadələşdirsəm, t kvadratlarına baxanda 3t kvadratı var. 3t kvadratı çıxılsın 6t, çıxılsın 144 bərabərdir 0. Hər tərəfi 3'ə bölsəm, buradan alıram t kvadratı çıxılsın 2t, çıxılsın 48 bərabərdir 0'a. Diskriminantı tapan d bərabərdir 4 üstə gəl. Deməli, 192 cavab olur 196. Bir dənə kök olacaq. Zamanı tapanda t bərabərdir. Mənfi 2 üstə gəl. Kök altda 196'dan çıxır 14 bölünsün 2. 12'ni də 2'yə böləndə 6 saniyə. 6 saniyə sonra aralarındakı məsafə 144 metr olacaq. Birinci üçün hərəkət tənliyi qurdum. Yəni S bərabərdir V0T üstə gəl AT kvadratı bölü 2'dən. İkinci üçün qurdum.
İkisinin cəmi verdi 144. Niyə cəmlədim? Çünki bunlar əks istiqamətdə gedir. Biri x ox istiqamətində, digəri x oxunun əksinə. 15. Hansı ifadələr doğrudur? O1, O2 ox ətrafında fırlanan kürənin üzərində A və B nöqtələri müəyyən zaman müddətində getdiyi yollar. Deməli, A nöqtə B nöqtəsinin getdiyi yol bircə saniyə. Hə, doğruları müəyyən etməliyik. Hansı müddət doğrudur? Getdiyi yollar bərabər deyil. Çünki B-nin radiusu çox olduğuna görə B-nin getdiyi yol daha çoxdur. Şaquli müstəvidədir. Dönmə bucaqları ikisinin də dönmə bucağı eyni olur. Ümumiyyətlə diskin üzərində dönmə bucağı, sonra dövrlərin sayı bərabər olacaq. Həmçinin tezlik period da aiddir. Dönmə bucağı eynidir. Sürətinin dəyişməsi bərabərdir. Sürətinin dəyişməsi də bərabər deyil. Çünki A-nın sürəti B-nin sürətindən fərqlidir. Məsələn, ikisində də 90 dərəcə dönə bilər, amma VA kiçikdir VB-dir. Düzdür, ikisində də V köşdə 2 ilə tapırıq. Amma məsələn, A nöqtəsində VA köşdə 2-dir, B nöqtəsində VB köşdə 2-dir. Yenə radius məsələsinə görə B-nin radiusu A-nın radiusundan böyük olduğuna görə həm B-nin getdiyi yol fərqlidir, həm də deməli sürətin dəyişməsi sürəti də fərqlidir. Eyni olan yalnız dönmə bucaqlarıdır. 16. Müstəvi üzərində düz xətt üzrə hərəkət edən cismin koordinatı bu şəkildədir. Cismin sürətinin modulunu hesablayın. Törəmə ilə sürəti tapsaq, Vx bərabərdir x iştirik. Törəməsinin alanda bu oldu 3. Vy bərabərdir y iştirik. Bu da bərabərdir 4-dür. Və v-ni tapanda v bərabərdir kök altda vx-in kvadratı üstə gəl vy-in kvadratı. Burada mənfi 4 ola bilər. Heç bir önəmi yoxdur. 9 üstə gəl 16. Buradan da çıxır 5. Sürətin x ox üzrə proyeksiyası 3-dür. Y ox üzrə proyeksiyası 4-dür. Kök altda kvadratlar cəmi ilə sürətin özünü tapdıq. 17. Sükunət alınan hərəkətə başlayan kütləsi 10 kiloqram olan cismə təsirdən qüvvənin əvəzləyicinin proyeksiyasının zamanlarsılığı verilmişdir. 2 saniyə ilə 6 saniyə ərzində keçən müddətdə cismin getdiyi yolu hesablayın. Burada bunu sürət qrafikinə keçə bilərəm. Öncə başlanğıc sürəti tapıram. V0 bərabərdir. Üzr istəyirəm. Başlanğıc sürət 0-dır. Öncə təcili tapıram. A bərabərdir. F bölünsün M. Yəni 40 bölünsün 10, bu da olur 4 kiloqram. 4. Təcil 4-dür. İkinci sayıda sürətini tapsam, buradan V2 bərabərdir AT ilə tapanda 4 vurulsun 2 olur 8. Və bunu sürət qrafikinə keçsəm, V-nin T-dən asılı qrafikinə 0-dan başlayır belə bir qrafikdir. Bu ikinci saniyə. İkinci saniyədə sürəti 8-dir. 6-cı saniyədə isə 4 dəfə 6 24 eləyir. Sürəti 24-dür. 2 ilə 6 arasında getdiyi yolu tapanda biz bu trapesiyanın sayəsini tapmış olacağıq. Və bu trapesiyanın sayəsini tapanda S bərabərdir. Oturacaqlarından biri 8, üstəgəl, digəri 24, böl 2 vurulsun 4. 4-ü də 6 çıxaq 2-dən tapdım. 8 ilə 24-ü toplayıram. Bu verir mənə deməli 32. 32-ni 2-yə böldüm. 16. 16-nı da 4-ə vuranda 64 metr. D variantıdır. Deməli 17-ci sualda sükunətdən başlayır. Öncə təcili tapdım. Təcili tapanda A bərabərdir. F böl M. 40-ı 10-a böldüm 4. Təcil 4-dür. Sonra V-nin bir dəfə yerinə V-ni bərabərdir AT-də. T-nin yerinə bir dəfə 2, bir dəfə 6 qoydum. Sürət qrafikinə keçdim. Sürət qrafiki burada bu qrafikdir. Amma bizim axtardığımız fiqur 2-ci saniyə ilə 6-cı saniyə arasındakıdır. Bunu başqa bir üsulla da həll edə bilərdik. Təcili bilirik. V-nin düsturların yerinə qoyub tapa bilərik. Və yaxud da yaza bilərik. Deməli, müəyyən zamanla olduğuna görə V üstəgəl V0 bölü 2 vurdu. Sonra 18. Kiloqram vur metr kvadratı bölünsün joule vuraq saniyə hansı fizik kəmiyyətin vahidinə uyğundur. Bunu olduğu üçün buraya yazıram. Kiloqram vur metr kvadratı joule vurulsun saniyə kvadratı. Birbaşa yazmayacağım. Çünki bəziləriniz bilirəm White'da problem yaşayır. Joule Fs düsturundan Newton vuraq metr kimi yadda saxlayaq. Kiloqram vur metr kvadratı
Joul'un yerinə Newton vuraq, metr yazıram. Saniyə kvadratda yerində. Metrlərdən biri getdi. Və deməli kiloqram vurulsun metr saniyə kvadratı buradadır. Joul'un açılışı Newtonun aslında kiloqram metr üzr istəyirəm. Saniyə aşağıdadır. Saniyə kvadratı yox. Kiloqram vur metr böl saniyə. Newtonun açılışı isə kiloqram vur metr bölək saniyə kvadratıdır. Yəni kiloqram vur metr buradadır. Saniyə kvadratı da burada. Kiloqram metrlər ixtisar edir. Saniyələrdən biri gedəndə qaldı saniyə. Saniyə də dövr etmə periyodunun vahididir. Əslində birbaşa joulun açılışın yerinə qoysaydınız, kiloqram vur metrin kvadratı böl saniyə kvadratı, fikir verirsə, kiloqram vur metr kvadratları ixtisar edir, qalır bir dənə saniyə. Burada aşağıya səhvən kvadrat qoymuşam. Bu kvadrat deyil, saniyənin özüdür. 19. Radiusu 2 metr, çevrəcə bərabər səthlər çəkilən cismin periodu 4 saniyədir. A nöqtəsindən keçəndən sonraki 7 saniyə ərzində cismin sürət dəyişməsinin modulunu və istiqamətini müəyyən edin. Birincisi burada sürətin qiymətini hesablayaq. V bərabərdir 2 pi r böl t. Yəni 2 vur 3 periyod radius 2 bölünsün periyoddakı 4'tür. 2 pi r. 2 dəfə 3'üm 6. 6'nı 2'yə vururuq. 12. 12'ni də deməli 4'ə bölürük 3. Sürəti oldu 3. 7 saniyə ərzində dövrlərin sayını tapsaq, buradan n bərabərdir. Kiçik t böl böyük t'dir. 7 bölünsün 4. Bu da verir 1 tam 4'də 3. 1 tam 4'də 3. 1 tam dövrdə başladığı yerə qayıdır. 4'də 3'də də qayıdıb gələcək bu hissəyə. Sürətin istiqaməti belədir. Və sürət dəyişməsi də 4'də 3'də v kökdə 2 olduğuna görə cavab olacaq 3 kökdə 2. Bircə saniyə fırlanma istiqamətinə baxıram. 1 tam dövr elədi. Başladığı yerə qayıtdı. 4'də 7'dir. 4'də 3 oldu. 4'də 3'də də fırlanıb gəlir aşağı nöqtəyə. Və sürət dəyişməsi 3 kökdə 2'dir. Nəyin istiqamətini istəyir bizdən? Hə, sürətin istiqamətini yox, sürət dəyişməsinin istiqamətini istəyir. Sürət dəyişməsinin istiqamətini tapanda, deməli, V-lərdən biri yuxarı istiqamətdədir. Digəri isə bu tərəfədir. Bu V1, V'dir. Bu da V2, V'dir. Biz dəyişməni tapanda V1 çıxılsın, V2 fərq hər zaman, daha doğrusu V2 çıxaq, V1 fərq hər zaman azalana doğru yönəlir. Ona görə cavab D variantıdır. Yəni vektorlar üzərində əmələ aiddir. V1, V2 vektoru çıxılsın V1 vektorudur. Burada üçbucaq qaydasına görə fərqi kiçik diaqonaldır və fərq hər zaman azalana doğru yönələcək. Deməli, sürət dəyişməsinin modulu oldu V kökdə 2. V-ni tapmışdıq 3, yəni 3 kökdə 2 oldu. V-ni necə tapmışdıq? 2 pi r böl t ilə. Amma sürət dəyişməsinin istiqaməti isə bu şəkildədir. 20. Sistemdəki 5 və 7 kiloqram yüklər 40 Newton qüvvə ilə təsirlə tarazlıqdadır. İpin blok arasında sürtünmə qüvvəsini hesablayın. Burada təsir edən qüvvələri tətbiq eləsək, bu tərəfdə M2J-dir. Bu tərəfdə M1J-dir və buradan baxanda bu ikisinin fərqi bizə verəcək sürtünmə qüvvəsini. Ona görə yazıram M1J üstəgəl F çıxılsın M2J bərabərdir F sürtünmə. Və F sürtünmə bərabərdir M1J 50 üstəgəl 40 çıxılsın 70. 90-dan 70-i çıxırıq 20 Newton. Çünki sol tərəfdən aşağıya ümumi 90 Newton, sağ tərəfdən aşağıya 70 Newton çəkir. Deməli, burada əlavə bir sürtünmə qüvvəsi yaranır. Ki, sistem tarazlıqda qalır. 21. Çevrə üzrə bərabər səthli hərəkətdə bərabər səthli dövr edən maddi nöqtə üçün hansı kəmiyyətlər zamana görə dəyişir? Çevrə üzrə bərabər səthli hərəkətdə period dəyişə bilməz. Period sabitdir. Bucaq sürəti də sabitdir. Çünki çevrə üzrə bərabər sürətli hərəkətdə t dəyişmir, tezlik dəyişmir, bucaq sürəti dəyişmir.
Dövrlərin sayı zaman keçdikcə dəyişəcək, çünki n bərabərdir t bölü t'dir. Mərkəzə qaçma təcili də a bərabərdir v kvadrat bölü r'dir. Modulu sabitdir, istiqaməti isə hər an dəyişir. B bəndidir. Ümumiyyətcə vektorial kəmiyyətə dəyişmir demək üçün onun həm qiyməti, ədədi qiyməti, həm də istiqaməti sabit qalmalıdır. Əgər biri dəyişirsə, dəyişir götürürük. 22. Çevrə üçün bərabər sürətli hərəkətdə çevrənin radiusu və periodu 3 dəfə azaltdıqda. Xəttin sürətin düsturunu yazsam v bərabərdir 2 pi r böl t'dir. Həm kəsirin surətini, həm də məxrəcini dəyişsəm eyni dəfə dəyişməz doğrudur. Mərkəzə qaçma təcili 3 dəfə artar. Bu da doğrudur. Çünki a bərabərdir 4 pi kvadratı r bölək t kvadratıdır. Məxrəc 3 dəfə azalıb, amma kəsirin surəti 3 dəfə azalıb, amma məxrəc 9 dəfə azalıbsa, bu 3 dəfə artmaq deməkdir. Tezlik 3 dəfə azalar yanlışdır. N bərabərdir 1 böl t'dir. Period 3 dəfə azalarsa tezlik 3 dəfə artar. A bəndidir. 1 və 2. Kəsirin həm sürət, həm məxrəci eyni dəfə dəyişdiyinə görə sürət dəyişmədi, amma təcildə məxrəc 3-ün kvadratı dəfə, yəni 9 dəfə azalır, sürət isə 3 dəfə azaldığına görə 3 dəfə artmış oldu. 23. Üfüqi amarsat üzərində bir-birinə iplə bağlanan kütlələri M5, M2 10 kq-da cisimlər F qüvvəsinin təsirlə hərəkət etdirilir. Birinci halda ipdəki gərilmə qüvvəsi 20 Newton olarsa, ikinci halda gərilmə qüvvəsi neçə Newtondur? İki şəkilli suallarda birinci şəkil həmişə nə isə tapmaq üçündür. Birinci halda gərilməni yaradan M1-dir və gərilmə 20-dir. Ona görə tənasib quraraq yaza bilərəm ki, M1-ə uyğun olan 20-dirsə, M1 üstəgəl M2-yə, yəni ikisinə uyğun olan F-dir. Buradan F-i tapanda F bərabərdir 20 vurulsun kütlələr cəmi, yəni 15 bölünsün M1-ə, 5-ə. Buradan 15'i 5'e böləndə 3, 3'ü də 20'ye vururam 60. F 60 Newtondur. İkinci sualda gərilməni tapsam T2 bərabərdir. M2 vuraq F bölək M1 üstəgəl M2. Bu da bərabərdir. M2 verilib 10. 10 vurulsun 60 bölək 15. 60'ı 15'e böləndə 4, 4'ü də ona vururuq 40 Newton. Əslində bunu bir üsulla da eləyə bilərdik. Birinci sualdan tapdıq ki, F 60-dır. Sonra baxıram ki, tənasüb kimi. İkinci şəkildə baxıram ki, yenə 15 kiloqramdır. Əgər 15-ə 60-dırsa, ona düşən olacaq 40. 24. Maddi nöqtə 0.2 saniyə üstü mənfi 1 tezliklə çevrə üzər hərəkət edir. Onun 2.5 saniyə ərzində yer dəyişməsi 40 santimetr olarsa, çevrənin radiusu neçə santimetrdir? Öncə burada periodu tapsam. T bərabərdir 1 bölünü 1'i 0.2'ye bölürəm. Bu olur deməli 5 saniyə. Bizə verilib 2.5 saniyə. Bu nə deməkdir? 2'də 1 periyod. 2'də 1 periyodda yer dəyişmə 2 r-ə bərabərdir. 2 r 40'dırsa, deməli r bərabərdir 20 santimetrdir. Yenə qəbula düşəsi bir sual növüdür. Deməli tezliyi verib. Tezlik 0.2 isə deməli periyod 5'dir. 1 bölü 0.2. Periyod 5 isə 2.5 bunun yarısıdır və yarısında yer dəyişmə 2 r'dir. 2 r 40'a bərabərdirsə, deməli r özü 20 santimetrdir. 25. OX oxu boyunca hərəkət edən cismin koordinatın zamanlasıq qrafiki verilmişdir. Bu cisim üçün hansı mülahizələr doğrudur? 0-T0 aralığında yeyinləşən hərəkət etmişdir. Bu yanlışdır. Çünki 0-T0 aralığına baxsaq yavaşlayır. Bu hissədə yavaşlayır. T0 2T0 aralığında təcil 0-a bərabərdir. Bu da yanlışdır. Çünki bu aralıqda da təcil var və təcil A böyükdür 0-dır, müsbətdir, parabolikdir. T0 aralığında sürət 0-a bərabərdir. T0 sürətin 0 olduğu nöqtədir. Doğrudur, istiqamət dəyişdiyi nöqtədir. 2T0 aralığında hərəkət istiqaməti dəyişmişdir. Bu yanlışdır. Hərəkət istiqaməti T0-da dəyişib. 2T0, 3T0 aralığında təcil 0-a bərabərdir. Bu doğrudur. Çünki 2-3 arası x oxu istiqamətində bərabər sürətlidir. 26. Radiusu R1 bərabərdir R3, o da bərabərdir R və R2 bərabərdir 2R olan disklər şəkildə kimi əlaqələndirilmişdir. Hərəkət etdikdə disklərin kənar nöqtələrinin sürətlər nisbətini tapın.
V2 bölək V3'ü. Birinci bilirik ki, V1 bərabərdir V3'dür. Bu da bərabərdir omega R kimi yazaq. Amma V2 bərabərdir 2 V1'dir. Məsələn, 2 ilə 1-in sürəti müqayisə edəndə V bərabərdir omega R-ə görə 2-nin radiusu 2 dəfə çox olduğuna görə sürəti də 2 dəfə çoxdur və V2 bölək V3-ü tapanda bunu belə də yaza bilərəm. V2 bölək V1. O da bərabərdir 2R bölünsün R. Cavab olur 2. Niyə belə yazıram? Çünki qayışa toxunan 2 və 3 nöqtələrinin sürətləri bərabər olacaq. Radiusları hər nə olur olsun. Hələ burada da radiusları bərabərdir. Amma qayışa toxunmayan digər nöqtənin, yəni 2 nöqtəsinin sürətini tapanda radiusu böyük olduğuna görə sürəti 1 nöqtəsindən böyükdür. Və bizdən V2 bölək V3 istədiyinə görə V2-nin yerinə 2 omega R, digərinin yerinə omega R qoyuruq. Omegalar gedir, R'lər gedir, qalır 2. 27. Uyğunluğu müəyyən edin. OX oxu boyunca hərəkət edən cismin təcilinin proyeksiyasının zamanlı asılı qrafiki verilmişdir. Burada 0 T1 intervalında əvəzləyici qüvvə 0-a bərabərdir. Çünki təcil də 0-dır. Əvəzləyici qüvvə 0-dırsa bərabər sürətlərə gedir. Sonra T1 T2 aralığında əvəzləyici qüvvə x oxu istiqamətindədir, yəni müsbətdir. Bu C bəndidir. Və cisim bərabər yeyinləşən hərəkət edir. Çünki o x oxu boyunca hərəkət edən cisim idi. Qüvvə də müsbət olduğuna görə bərabər yeyinləşən olur. T2 T3 aralığında əvəzləyici qüvvənin o x oxunun əksinədir. B bəndi və bərabər yavaşlayan hərəkət edir. Y bəndi də buradadır. 1-ə C, 2-yə AD, 3-ə BY. Bunu sürət qrafikinə çəkmək istəsək, V-nin T-dən asılılığına maraqlı qrafik olar. Deməli, ilk öncə x oxu istiqamətində bərabər sürətli, sonra x oxu istiqamətində yeyinləşən, sonra isə yavaşlayan. Çatdıq situasiya sualına. Kütləsi 1200 kiloqram avtomobil üfüqi yolda 30 metr bölək saniyə sürətlə hərəkət edərək tormozlanır. Tormoz müddətində avtomobilə yalnız 6000 Newton sürtünmə qüvvəsi təsir edir. Tormoz müddətində avtomobil necə hərəkət edər? Deməli, tormoz müddətində avtomobilə yalnız hərəkətin əksinə yönələn sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi təsir etdiyindən bərabər yavaşlayan hərəkət edir. Çünki yalnız sürtünmə var, o da hərəkətin əksinə yönəlib. Tormoz verəndən dayanana qədər cisim yavaşlayır. Ona görə də yazırıq ki, burada çünki avtomobilə təsir edən digər qüvvələr bir-birini tarazlaşdırır. Digər qüvvələr hansılardır? Ağırlıq qüvvəsinə reaksiya qüvvəsi. Məsələn, avtomobili burada təsvir eləsəm, avtomobilin təkərlərinə təsir edən ağırlıq qüvvələri, yəni bu ağırlıq qüvvəsi buradadır, təkərlərə edilən ağırlıq qüvvələri və bu hərəsinə yarısı təşkil edir. Bir də buradakı reaksiya qüvvələri. Bunlar bir-birlərini tarazlaşdırırlar. Bir dənə hansı qüvvə qalır? Məsələn, bu tərəfə gedən də tormoz veribsə, hərəkətin əksinə yönələn sürtünmə qüvvəsi. Yalnız sürtünmə qüvvəsi qalır, o da hərəkətin əksinə olduğuna görə cismi yavaşıdır. Çünki biz bilirik ki, əgər qüvvə hərəkətlə eyni istiqamətdəsə, cisim yeyinləşir, qüvvə əksinədirsə yavaşıyır. Və yalnız sürtünmə olduğuna görə, qüvvə də sabit olduğuna görə avtomobil bərabər yavaşlayan hərəkət edir. 29. Avtomobilin tormoz müddətini hesablayın. Başlanğıc sürət verilib, yalnız 6000 Newton təsir edir. Buradan T tormoz yazsam, T tormoz bərabərdir V0 bölünsün müyü şeydir. Düsturda yeni düstur almaq üçün sürət və məxrəcin M-ə vursam, olacaq M V0 bölünsün F sürtünmə. Kütlə verilib 1200, V0 verilib 30 və bölünsün 6000. Sıfırları ixtisar eləyirəm.
12 vurulsun 3 bölünsün 6 cevap olur 6 saniye. 6 saniye sonra dayanacaq. Normalda tormuz müddətinin düsturu deməli T tormuz bərabərdir V0 bölü J'dir. Amma burada M1 bölü Y sürtünmə düsturuna gətirdim. O da 6 saniyə verdi. 30. Avtomobilin sürətinin zamanlasılıq qrafikini çəkin. Deməli, sürətin zamanlasılıq qrafiki bu şəkildə 30-dan başlayacaq, 6 saniyə sonra düşəcək 0-a. Elə çəkək ki, dəqiq olsun. Hətta qiymət də verə bilərəm. Buradan V bərabərdir, V0 çıxılsın AT ilə. A bərabərdir, F əvəzləyici bölək M olduğuna görə 6000 bölünsün 1200 təcil oldu 5. 5 azalacaq. Məsələn, 2 saniyə sonra sürət düşəcək 20-yə. 4 saniyə sonra sürət düşəcək 10-a. Çünki 4 də 5-im 20 eləyir. 30-dan da 20 çıxanda 10. Qrafik olacaq bu şəkildə. X oxu istiqamətində yavaşlayır. Yavaşlığına görə sürət zaman keçdikcə azalır. Beləcə 20 sınaq, 20 variant sınaq imtahanı deməli kitabından ilk sınağın izahını yekunlaşdırdım. Həmçinin rəylərdə bildirərsiniz. Mən bunu ardıcıl şəkildə izahını sizinlə paylaşım, yoxsa ümumi sınaq 1, yəni buradan mövzu sınağı bir dənə, sonra ümumi sınaq bir dənə. Hansı formada paylaşsam siz üçün daha yaxşı olar. Siz rəylərdən hansı formada bildirsəz, o formada da davam edəcəm. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.